Ötən gün dövlət başçısının sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti, gənclərlə iş və digər sahələrdə xüsusi fərqlənənlərə prezident mükafatı verildi. Yüzlərlə gəncin içərisindən məhz onların seçilməsi hər kəsin marağına səbəb oldu. Görəsən, həmin mükafatlandırılan gənclər kimlərdir? Gəlin, bərabər izləyək. Prezident mükafatına layiq görülən gənclərdən biri Regional İnkişaf İctimai Birliyinin beynəlxalq təşkilatlarının əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyevadır. O, beynəlxalq tərəfdaşlarla həyata keçirilən layihələr vasitəsilə regional inkişafın gücləndirilməsində fəal rol oynayıb. O, məhz bu fəaliyyətinə görə dövlət başçısı tərəfindən mükafatlandırılıb. Uşaq hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam mühitin yaradılması, inklüziv təhsil, autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası, gənclərin maarifləndirilməsi və regionlarda sosial layihələrin icrası üzrə bir sıra kompleks təşəbbüsləri uğurla reallaşdırmışıq. Qeyd edək ki, dövlət tərəfindən göstərilən bu dəstək gənclərin cəmiyyətin inkişafında fəal rolunu təşviq etməyi hədəfləyir.